Gəlin ən sevdiyim kəpənək fiqurunu boyayaq. Dəstin içərisində 12 rəngli boya, 2 ədəd fırça, 1 yapışdırıcı, təlimat vərəqi və 9 parçalı kəpənək fiquru setimiz çıxır. İlk öncə 9-cu hissəsindən başlayıram. Kənarlarında qırmızı rəng istifadə etmək istədim. Məncə bu rəngdə dizayn çox maraqlı alınacaq. Mandalanın hər iki tərəfini fərqli tonlarda rəngləmək istəyirəm. Görək sonunda nəticə necə alınacaq. Daha sonra keçək 8-ci hissəyə. 8-ci parçada tünd rəngdən, yəni qara rəngdən istifadə etmək qərarına gəldim. Çünki bu hissənin daha gözə batan olmasını istəyirəm. Daha sonra 7-yə keçək. Burada buludlar var və hər iki tərəfi fərqli tonlar edəcəm. Bir tərəfində gecə tonları, bir tərəfdə isə gündüz. 6-cı hissədə də yenə eyni buludları, bir tərəfini mavi, ağ, digərini isə sarı və narıncı tonlarında boyayıram. 5-ci bölümü də tamamladıqdan sonra indi isə keçdik 4-cü bölümə. Burada açıq sarıdan və açıq mavi rəngdən istifadə edirəm. Çünki onun arxasında bir ton daha tünd rənglərdən istifadə edəcəm. İndi isə gəldik 3-ə. Dediyim kimi burada daha tünd narıncı ton və biraz daha tünd mavi rəngdən istifadə etdim. İkinci hissədə isə yuxarıda günəşi və ayı rəngləmək üçün ağ rəngi seçirəm və gəldik setimizin sonuncu, yəni birinci parçasına. Burada isə bir tərəfi sarı, bir tərəfi isə göy rəngi rəngləyirəm. Çünki bu onun arxa planını yaradır. Belə məncə fərqli bir dizayn oldu. Parçaları da birləşdirdikdən sonra ortaya belə bir sənət əsəri çıxdı. Mən bu tonları istifadə etdim. Amma siz yenə öz dizaynınıza uyğun, öz zövqünüzə uyğun fərqli rəngləri istifadə edərək, hətta hər iki tərəf eyni tonda rəngləməklə fərqli əsərlər ortaya çıxarda bilərsiniz. Hələlik!